İndi gəlin İmam Baqir əleyhissalama. Siyer A'lam-ın Nübela. Siyer A'lam-ın Nübela İmam Zəhəbinin, Şəmsəddin Zəhəbi mötəbər kitablardandır. Həmən o kitabda tərcümeyi halı deyirəm. 5555-ci tərcümə. Muhammed ibn Ali ibn el-Hüseyin Əbu Cəfər el-Baqir. İmam Baqir əleyhissalamın tərcümeyi halı. Görürüz, İmam Baqirin tərcümeyi halı hansı vəziyyətdədir? 5555-ci tərcümə. Buyurur ki, Şuhirə Əbu Cəfər bil-Baqir. Əbu Cəfər Baqir ləqəbi ilə nə olub? Məşhurlaşıb. Baqirin mənası nədir? İzah edir. Min bəqril ilm. Elmi bəqaran mənası parçalamağa deyirlər. Bir şeyi parçalayıb içinə daxil olursa. Bəqarəl ilm. Ey şəqqəhu fə'arifə aslahu və xifyə. Elmi elə bir Cəfər Baqir əleyhissalam parçalayıb, onun özəyinə yetişib və gizli sirlərinə də neyinib? Geçib. Baqirin mənası budur. Ləqəd kânə Əbu Cəfər imamən. İmam Baqir imam olub. Müctehidən, müştehid olub. Taliyən li kitabillah. Allahın kitabın çox oxuyarmış, tərk eləməzmiş. Kəbir-i şən. Böyük bir şəxsiyyəti olub. Lakin bu lakin olmasında bunlarda. Bu qədər tərifdən sonra imamdı, filandı və lakin la yəbluğu fil Qur'an dərəcət İbn Kəsir və nəhvihi. İbn Kəsirə çata bilməz İmam Baqir Qur'anın təfsirində. Hələ bununla olsaydı kifayətdir. Qur'an adicə bir İmam adicə bir alimin səviyyəsində bilmir. Bu bir. 2. وَلَا فِي الْفِقْهِ دَرَجَةِ أَبِي الزِّنَادِ وَرَبِيعَ. Və fiqdə də Əbi Zinadın və Rəbiənin həddinə çata bilməz. 2. Fiqdən də başı çıxılır. وَلَا فِي الْحِفْظِ. Nə də ki o yaddaşda, zakirədə və mərifəti sünən və hədislər bilgisində və yaddaş mövzusunda da Qətadə ilə İbn Şihaba heç çata bilməz. Bu sizin dördüncü imamınız ya beşinci imamınız. Belə imam olmazsa.